baş çəkib, bu məhsulların kimlər tərəfindən və hansı məqsədlə alındığını öyrənmək məqsədi ilə həm satıcıların, həm də alıcıların fikirlərini öyrəndi. Satıcı Lətif Seyidovun fikirlərinə görə məhsulun trendə düşməsinin əsas səbəbləri onun xırçıltılı teksturaya malik olması və qurudulmuş dondurma formatında hazırlanmasıdır. Biz demək olar ki, bu trendi başladan ilk insanlardan biriyik. Bunun trendə düşməyin ən böyük səbəbi xırçıltılı olmağı və bir də qurudulmuş dondurma olmağıdır. Qış aylarında soyuq marojna yeyə bilmirlər deyə xırçıltılı qurudulmuş dondurma daha çox tələb olunur. Yaş qrupları adətən tələb olunan yaş qrupları uşaqlar, bir də hamilə xanımlar daha çox tələb edir. Tək o deyil, burada sublimasiya olunmuş meyvələr də var. Onlar da hal-hazırda güclü tələbatdadır. Biz yenə vurğulayım ki, bayaq sizlə. Və nisbətən daha dietikdir də, adi meyvəyə nisbətən. Sonda isə sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovaya üz tutduq. Məhsəti xanımın fikirlərinə görə son günlərdə trend olan sublimasiya olunmuş meyvələr artıq mövcuddur. Bu məhsullar meyvəni əvvəlcədən şok üsulu ilə dondurulması, daha sonra isə vakuum şəraitində tərkibindəki nəmin çıxarılması və nəmliyin qaz halına çevrilməsi prosesi ilə hazırlanır. Ümumiyyətlə, son günlərdə trend olan sublimasiya olunmuş, qurudulmuş, dondurulmuş meyvələr var ki, bunlar daha çox meyvənin şokla dondurulub, daha sonra da vakuumla nəmliyinin çıxardılması və tərkibindəki nəmliyinin qaza çevrilməsi ilə baş verir. Belə deyək ki, əgər müəyyən meyvələr var ki, onların dondurulub qurudulması zamanı bəzi vitamin, mineral dəyəri qorunsa da, ancaq tərkibində C vitamini, B vitamini, B qrup vitaminlər olar da, bunlar daha təzə meyvəyə nisbətən biraz az olur. Yaxşı olar ki, bunu hər bir insan 20-30 qramı keçməmək şərti ilə qəbul etsin. Bu porsiyada təzə meyvə tərəvəzin 1-2 porsiyasına bərabərdir və həftədə 1-2 dəfə qəbul olunması daha məqsədə uyğundur. Çünki gündəlik qida üçün tövsiyə olunmur. Daha çox nəmlik dəyəri aşağı olduğuna görə, eyni zamanda da dişlərə yapışıb minanın zədələməsinə görə və tərkibində şəkər miqdarını çox saxladığına görə qanda şəkər səviyyəsinin artmasına gətirib çıxarda bilər. Uşaqlar üçün xüsusilə də 3 yaşdan aşağı olan uşaqlar üçün təhlükəli ola bilər. Çünki onların ağız suyu yetəri miqdarda olmaya bilər ki, həmin meyvəni düzgün səviyyədə isladıb qəbul etsinlər. Bu da boğulma riski artıra bilər. Ona görə yaxşı olar ki, uşaqlara verilirsə 5 dəqiqə suda isladıb daha sonra versinlər.